Bugün keçirik hansı bölməyə? 5-ci bölməyə keçirik. Rasional ifadələr. Ayxan. Rasional ifadələr. Biz rasional ifadələri aşağı sinif, belə deyim də, 7-ci sinifdən bilirdik. Rasional ədədlər nədir, rasional ifadələr nədir, düzdürmü? Deməli, rasional ifadə çoxhədlilərin cəmi, fərqi, ümumiyyətlə belə deyək də, çoxhədlilərin cəmi də, fərqi də çoxhədlidir. Yəni, çoxhədlilərin cəmi də çoxhədli olur, fərqi də çoxhədli olur. Çoxhədlilərin eyni zamanda hasili də çoxhədli olur. Çoxhədlilərin amma nisbəti, yəni bölünməsi, çoxhədli olmaya bilər. Niyə görə? İxtisar gedə bilər və yerdə çoxhədli qalmaya bilər. Məsələn, gəlin belə deyək, x kvadratı çıx 4. X kvadratı çıxırsın 4. Düzdürmü? Çoxhədlisini x kvadrat üstəgəl 2-yə nisbəti çoxhədlidir. Məsələn, x kvadratı üstəgəl 2-yə nisbəti çoxhədlidir. Niyə görə? Çünki bu nə alınır? Heç alınmağa ehtiyac yoxdur. Yəni, bunların nisbəti çoxhədli olur. Amma, məsələn, belə deyək, bir də var ki, x kvadratı üstəgəl 2-nin başqa bir halda gəlin elə deyək ki, çoxhədli olmasın nisbəti. Çünki ola da bilər, olmaya da bilər. Məsələn, gəlin belə deyək, x kvadratı çıxırsın 4-ün, x üstəgəl 2-yə nisbəti çoxhədli olmaya da bilər. Niyə görə? X kvadratı çıx 4-ü biz necə yaza bilərik? X çıx 2, x üstəgəl 2. Yaza bilərik də, düzdür? Aşağıdakı nə yazırıq? X üstəgəl 2. Düzdür? X üstəgəl 2-nə x üstəgəl 2 gedir. Düzdür, mən burada biraz fərqli yazdım. Bu da bərabərdir. X üstəgəl 2. Bu eyni zamanda çoxhədli alındı. Amma gəlin bir də baxaq, çoxhədli olmayan halın yazım. Çoxhədli olmayan halın elə bir şey qoyum ki, orada ixtisar gedəndə bir hədli kimi qalsın. Məsələn, deyək ki, x kvadratı çıxılsın x. Bunu yazıram. Bir də x üstəgəl çıxılsın 1. Bunu yazıram. İndi yuxarıda x çıxdı mötərizə xaricinə. Yerdə nə qaldı? X çıx 1, düzdür. Aşağıda da x çıxılsın 1 qaldı. İndi bu x çıx 1 ilə x çıx 1 getdi. Yerdə nə qaldı? Təkcə x. Çoxhədli alındı mı? Xeyr, bir hədli oldu. Məsələn, gəlin belə deyək. Başqa cür yazaq. Yəni, deyir ki, nisbət eyni zamanda çoxhədli olmaya da bilər. Bir hədli də ola bilər. Məsələn, deyək 2a-nın kvadratı üstəgəl 3ab. 3ab. Bölünsün. 2a üstəgəl 1. 2a üstəgəl 1. Bunu mən necə yaza bilərəm? 2a kvadratı üstəgəl 3ab. Bölmənin nisbət kimi, yəni kəsir xətti kimi yazıram. Yazıram 2a üstəgəl 1. Düzdürmü? 2a üstəgəl 1. Sonra görək nə deyir burada? Deyir ki, dəyişənlərin ifadəni mənalı, bunların hamısına sürət və məxrəci çoxhədli olan kəsirlərə rasional cəbri kəsirlər deyilir. Bax, sürət və məxrəci çoxhədli kimi olan nisbətə cəbri, rasional cəbri kəsirlər deyilir. Rasional cəbri kəsirlər. Deyir, dəyişənlərin ifadəni mənalı edən qiymətlərinə dəyişənlərin mümkün qiymətlər deyilir. Bax, bununla şair olunur əldə. Dəyişənlərin mümkün qiymətləri. Məsələn, gəlin belə deyək. Belə bir şey bizə verib, ifadə verib. Baxın, x üstəgəl 1. Aşağıda da verib x çıx 1. Və deyir ki, x bərabərdir 1 olduqda dəyişənin, yəni ifadənin qiyməti mənasızdır. X bərabərdir 1 olduqda ifadənin qiyməti mənasızdır. Nəyə görə? Çünki x bərabərdir 1 olduqda daha 0 olur. Bəli, çünki x 1 olduqda
məxrəc 0 olur. Məxrəcin də 0 olması nədir? Mənasızdır. Məsələn, bəzən bizə verir ki, belə bir misal verə bilər. Belə bir misal verə bilər. Verər ki, 3 bölünsün x mötərizədə x çıx 1. X çıx 1. Və bizə deyə bilər ki, dəyişənin mümkün qiymətlərini tapın. Dəyişənin mümkün qiymətləri nə ola bilər? Birinci, x fərqli olmalıdır 0-dan. Çünki x 0 ola bilməz. X 0 olsa, bu da ümumi də 0 eləyəcək. Sonra x fərqli olmalıdır müsbət 1-dən. Niyə görə? Çünki x müsbət 1 olsa, yenə mötərizənin içi 0 qalacaq. 0-dan olsa x-a da vurur. 1-ə yenə vursaq 0 eləyəcək. Yəni, bizə lazım olan odur ki, məxrəcimiz 0 olmasın. Aydındır? Yəni, bunu deyə biləcəyik ki, dəyişənin mümkün qiymətlərini tapın deyəndə, biz buna deyəcək ki, dəyişən 0 və 1-dən başqa digər qiymətləri ala bilər. Burada bir problem yoxdur bu mövzuda. Yox. Gəlin keçək növbəti mövzuya. Eyniliklə bərabər ifadələr. Yəni, eyniyə biz eyni zamanda nə deyirdik? Ekvivalent deyirdik. Deyir, dəyişənlərinin bütün mümkün qiymətlərində bərabər qiymətlər olan iki ifadəyə ekvivalent ifadələr deyilir. Yəni, bütün qiymətlərində eyni qiymət alsın. 2 dənə qiymət alsın. Tutaq ki, deyək, 2 bölünsün x. Bir də deyək ki, 2x üstəgəl 2 bölünsün x kvadratı üstəgəl x. Və 2 dənə ekvivalent olduqlarını göstərir. Hardan göstərir? Birinci keçək 2 böl x-a. 2 böl x-a. 2 böl x kəsinin sürət və məxrəcini x üstəgəl 1 ifadəsinə, yəni x mənfi 1-dən fərqli olmalıdır da, bilirsiniz. Vursaq, belə deyək də, necə bunu aparaq ki, sizə rahat olur. Və buradan x, buradan x-i çıxartdı çölə. Nə qaldı? X üstəgəl 1. Düzdürmü? X üstəgəl 1. Yuxarıdan da 2-ni çıxartsaq mötərizənin çölünə. Nə qalacaq? Gəlin bunu aşağıdan yazın. Yəni, bunlar bir-birinə bərabərdir, bərabər deyil. Gəlin baxaq. 2 bölünsün x. Bərabərdir. Görək bu bərabərdir ya yox, bərabərdir. Yuxarıdan 2-ni çıxartdım mötərizə xaricinə. Nə qaldı? X üstəgəl 1. Aşağıdan da x-i çıxartdım mötərizə xaricinə. Nə qaldı? X üstəgəl 1. Düzdür? Bu x-lər getdi bir-birlərinə. X üstəgəl 1-lər. Nə qaldı? 2 bölünsün x bərabərdir. 2 bölünsün x. Bərabər oldu mu bir-birlərinə? Bərabər oldularsa, deməli bunlar nədir? Ekvivalentdir. Əli görüntü açıq. Bərabər oldularsa, deməli bunlar ekvivalentdir. Və bunları bu yolla həll edirik. Yəni, belə deyək də, tənlik kimi həll edirik. Görək, ikinci tərəf, birinci tərəfə bərabər olacaq ya yox. Aydındır. Məsələn, başqa cür, gəlin bir dənə də başqa özümdən yazım. Və tutaq ki, deyir ki, 4 bölünsün 2b. Deyir bununla və 8 bölünsün 4 AB kvadratı üstəgəl 2b. 2b deyək. Bunu yazaq görə alınacaq ya yox. Bax, yuxarıda 4-dən 4 ilə 2 ixtisar gedir də, düzdürmü? 4 ilə 2 ixtisar gedir. Yazdı nə? 2 bölünsün b kimi. Düzdürmü? Bərabərdir. 8 ilə bu 4-ü çıxardıq mötərizə xaricinə. 4-ü çıxartdıq mötərizə xaricinə. Yuxarıda da 8-dir. 4-ü çıxartdıq mötərizə xaricinə. Qaldı nə? B-ni də çıxardıq mötərizə xaricinə.
B-ni də çıxardaq O da nötərsə. 2-ni çıxartmalı deyilik. Çünki 2 daxil qız. Yox, indi o düzəliş eləyəcəm. Düzəliş eləyəcəm yuxarıdakını. 4 B-ni çıxartdıq. Yerdə də qaldı. Yerdə də qaldı. Yəni bunu belə eləyək. 4B-nin kvadratı, burada da yazaq. Yox,